Deməli, tan yes x bərabərdir 1 soruşur. Deyir, tan yes 1-i harda alır? Pi bölü 4'te. Bəli, bilirik ki, 45-də, pi bölü 4-də. Amma burada 2 pika deyil aşağılar, pikadır. Çünki müsbət 45-də, 45-in üzərinə 180 gəlsə, yenə 1 alacaq. Tan yes çünki birinci rübdədə ima, üçüncü rübdə, ikisində də müsbətli deyə biz onu birinci rübdə 45-də 1 almırdı mı? Eyni şey simmetrik olaraq bura götürsərsək, üçüncü rübdə də yenə 1 olacaq. Çünki tan yes müsbət idi də. Qarşı katetlə bitişik katet bərabərdir. Tan yesi böləndə bizə 1 verəcək. İşarə olaraq da. Ona görə 45-də alır, bir də 45-in üzərinə 180 gəlsək alacaq. Ona görə isə pika gəlir. Tan yesi həmişə pika olacaq. Da yəni şəkil çəkməyə, başa düşməyə ehtiyac yoxdur. Bəs tan yesi x bərabərdir. Kökçə harda alır? X bərabərdir. Kökçə harda alır? 60 pi bölü 3. Bəli, pi bölü 3-də. Üstə gəl, pika. Yəni hamısı da pikadır düstur. Nə soruşursan da cavabını verirsiniz. Mənfi soruşursan mənfi, müsbət soruşursan müsbət. Bilmədiyinizdə, məsələn, tan yes x bərabərdir. Biri keçə bilərmi tan yes? Keçərdim keçəm. Keçər, bəli. Məsələn, 2 soruşsa, yazacağım x bərabərdir. Bilməyəndə nə yazır? Aksin 2, aktan 2, tan 2, yəni 2 yazarsa, üstə gəl, pika, bəli. Mənfisini mənfi yazacağıq aşağılar. Məsələn, tan yes x bərabərdir. Mənfi biri harda alır? Cavid? Mənfi 5 alırdısa, mənfidə də mənfi bölü 4. Mənfi bölü 4 üstə gəl, pika. Amma arkları diqqətli oluruq. Arktanın aldığı qiymətlər nə olmalıydı? Mənfi bölü 2, müsbət bölü 2, amma sadəcə daxil deyildi. O aralıqdan kənara çıxmaq haqqımız burada da yoxdur. var. Bəli. Arktan yazırıq axı. Arktanın da dediyi axı qiymətlər oblastı mənfi bölü 2, müsbət bölü 2. Yoxsa sən dediyində də var, amma bu aralığı keçir axı. Tam aidiydi ancaq. Sən deyir ki, 90-dan tərəfə keçmə, sən deyirsən 135 dərəcə. Yəni mənfi bir alır mı? Alır. Amma qiymətlər oblastından kənara çıxırsan. İkisində də aralıqlar idi. Bəli, hamısında aralıqlar idi amma. Buradan təzəmə aralıqları təkrar edək. Ark sin A. Əli, A hansı qiymətlər arası olmalıydı? A yazıbsa. Ark sin A bərabərdir məsələn belə. A-nın yerində bəli sizə nə soruşmalıdır? Daxil idimi? Daxil idi. Hə, mənfi müsbət. Bəs B olaraq nəyə bərabərdir? Məsələn, x Mənfi bölü 2, müsbət bölü 2. Məsələn, qaydada biz bunu x deyirik. Ark sin x, burada yazırıq y. X təyin oblastı, y də qiymətlər oblastı. Demək, x mənfi bir müsbət bir aralığında qiymət soruşa bilər. Y, yəni təyin oblastı budur. Qiymətlər oblastı. Aldığımız cavab bölü 2 ilə arasında olur. Daxildirmi? Daxildir. Çünki mənfi biri alır deyə mənfi 1 bölü 2, müsbət 1 bölü 2 aralığına cavab verməliyik. Buna kənara çıxmırıq. Sində daxil idi, tan yesdə eyni şeydir, amma daxil deyil. Niyə? Çünki təyin olunmayıb 90-da. Yazırıq ark tan x bərabərdir y. X DF dəsində təyin oblastıdır. X deməli hansı aralıqda olmalıydı? Hər şey ola bilərdi. Sonsuzluq, tan yes hər şey soruşa bilər. Amma biz nə cavab verəcəyik? Bəli, mənfi 1 bölü 2 ilə müsbət bölü 2 aralığından kənara çıxmamaq şərti ilə cavab verməliydik. Bəs ark cosda nə idi? Ark cos x bərabərdir y. Bəli, x-in aldığı qiymətləri yenə mənfi bölü 2 hər ikisi daxildir. Və sizin cavab verdiyiniz bəli, daxil idi, hə? 0 pi aralığına cavab verməliyik. Bəs kotan yesdə kosinus oxşuyurdu, amma daxil deyildi. Çünki kosinus 0 ilə pi-də təyin olunmuyub. Yazırıq ark kotan yes x bərabərdir. X yenə hər şey soruşa bilərdi. Mən soruşuq. Əslində x yox, df yazırıq. Sadəcə mən x yazıram ki, daha rahat olsun sizə. Y-də 0 ilə pi aralığında qiymət soruşmalıdır. Cavab verməlisiniz. Bu qaydadan kənara çıxmırıq. Onda tan yesin düsturu nə oldu? Çəkmək istəyirdiniz? Çəkdim. Onda Əli, tan yes x bərabərdir A yazıramsa, onda x nəyə bərabər olacaq? Arktan A üstə gəl pika. Arktan A dedik ki, mənfi bölü 2 ilə müsbət pi bölü 2 aralığında olmalı. Yəni o aralıqda bir cavab verirsən, üstə gəl pika yazırsan, bu qədər. Mənfisində mənfi yazırıq, müsbətində də müsbət yazırıq, tan yes o qiyməti alır. Ümumi xüsusi yoxdur. Bəs kotan yes ayəli. Kotan yes x bərabərdir 1. Biri harda alırdı kotan yes? Pi bölü 4. Bəli, pi bölü 4. Üstə gəl, yenə eyni şeydir. Pika. Amma mənfilərində eyni olmur.
müsbətini yazaq. Kotaniyesi x bərabərdir kök 3. Kök 3 harda alırdı kotaniyesi? 30'da pi bölü 6. Pi böl 6 üstə gəl. Pi kap. Pi kap. Aydındır, müsbətində eyni cavab verəcəyik. Kotaniyesi x bəs bərabərdir soruşa bilərmi? Soruşa bilər. Bəli, kotaniyesi bilməkdir. Gerek yox idi. Ak Cavablarında kot, sizin üç, cavab üstə gəl, verdiyiniz pi kap. normalda aşağılar. Ak kot 3 üstə gəl pi Ak kap. kod, bəli, 3 üstə gəl pi k yazıram. Nə Bəs fərq oldu? mənfilərində nə? Heç nə. Müsbətlərdə heç bir fərqi yoxdur. Bəs mənfilərində mənfi biri harda alır? 135'te. 135'də mi aralıqdan kənara çıxdıq? Çünki düsturumuz nə idi? X bərabərdir. Ark kod. Mənfi 45 yazılır. Ark kod A üstə gəl pi k. Biz dedik ki, ark kotaniyesi verdiyin cavab Mənfi pi bölü 0 ile pi'nin arasında olmalıdır. 135 olmalı, 135'də. Aha, X bərabərdir. 135 hardan aldıq? 180'e çıktı. 180 Pi çıxır. sıfır, Deməli, pi mənfi böl- olan neyini mənfi lazımdır? 180 çıxmaq lazımdır. Bəli, birbaşa cavab verin. Deməli, X bərabər neyəcəm? Amma Pi plus minus çoxdur. yazmayacaq. A kosinüsdəki kimi də amma qabağına plus minus yazmırıq. Sadəcə çıxırıq. Pi sıfır. Ak kot. Şey, Aytacı niyə plus minus yazmadıq? Kosinüsdə niyə plus minus yazırdıq? Burada yazmadıq. Kosinüsdə mənfidə də, müsbətdə də eyni cavab alırdı. Məsələn, kosinüs tutaq 135-də alırdısa, kosinüs mənfi 135-də də eyni cavab alırdı. Bununla bunun cavabı eyni olduğuna görə ona görə müsbət mənfi yazırıq. Amma kotaniyesdə müsbətdə də mənfidə də eyni cavab almır deyə. Ona görə plus minus yazmırıq. Yazırıq pi-dən çıxacaq pi böl 4, üstə gəl nə? Pi k. Cavabın oldu mu? Kotaniyesinin mənfisində pi-dən çıxırıq. Plus minus yazmırıq. Elə bir kotaniyes kosinüs oxşuyur. Taniyesi də sinüs oxşuyur. Bir neçəsini yazaq. Mənfi kök 3 böl 3-ü harda olacaq? 60 mənfi 60'da olacaq. 120'də. 120'de. Aha. Pi çıxılsın, pi Pi bölü bölü 3. kök 3 böl 3-ü 60-da alırdı. Bəli, üstə gəl. Pi k. Aha. Pi-lə bir çıxsa, bəli, bunu birbaşa yaza bilərsiniz aşağı. Keçən nə dedik bunu? 3-də 2 üstə gəl. Pi k. Dərs bu qədər. Oldu. Akdeniz 2, Aha. Pika. Tamam. Tamam, Üstə gəl pi k. Sonra Sonra da 2'ye vurur. hər tərəf 2 vurur. Olur, x bərabərdir. 2 Akdeniz 2, üstə gəl 2 üstə Pika. gəl 2 pika. Bəli. 2 pika. Üstə gəlsin, yazmadım. Bunu kim desin? Sənə buyur. Allah bayaqçı da bax denə. Elizə x böl 5 Sinifçi də. bərabərdir. İndi onu Aha, pi köksü böl harda alırdı? pi böl 6'da alır. Pi böl 3'da alır. Hə 6'da alır. Düz deyirsən. Üstə İşte gəl gəl nə? pika. Man olun aşağı pika. Aha, Üstə sonra də- inirik. Sonra 5'e vurur. Vur görüm bir şey. X bərabərdir 5 pi böl 6. Üstə gəlsin 5 pika. Doğrudur. Bunu kim desin? Aytac de, bu insana nasıl soruşmuşum? Tanıyız 5x bərabər nəyə? Ay 0 biz yazdık. Yox, sən deyəcəksən 0 harda alır? Niyə yazmalıydı? Sıfır, 5x sıfır, bərabərdir. sıfır. Tanıyız 0 harda alırdı? 90'da. 90'ı təyin olunmurdu. olunmurdu. 90'la 270'i təyin olunmurdu. 180. 180, 0 niyə demədin ki? Sıfırda. Evet, sıfırda 0'da balık. neydi? 180 balıksa 180. 0 balık da. Tanıyesi 180 yaza biləriyim ha? 2 pi Tanıyesi nə Mənfi demişdik? Mənfi 90, bölçü ilə müsbət Yoxsa bölçü pi arasında cavab Pi verməlisən. kat değil de. Mənfi Sıfır 90 və müsbət sıfır. 90 arasında. Belə sadə pi Sıfır kat. değil. Bəli, Pika. 0 üstə gəl pika yazır, o da olur pika. Pika. Aha, Onda Sıfır böyle bölü 5'e. pika böl 5. 10 diyeyim deme bu Ya çok bu kısa ya. oldu ya. Hadi. 4x Nefis olacaq. Ya bu kaç? 4x beraberdir. Kök 3'ü 60'da alırdı. Pi böl 3 plus pi k. Sonra bölü 4'e. Pi böl 12 plus pi k böl 4. Yaxşı oldu. İndi kotaniyeslər yazaq. Kotaniyesləri qızlar kimə soruşmadım? Amma səndən xızladım. Kotaniyes Tamam. pi Zahid değildi sen bana. Ay bərabərdir bilirəm. Buyurun. Ola Katan göster ki 45'te alırdı. Kotaniyes. Pi böl Toplama da uşaqlar toplama deyil ki, ad dəyişib dəyişməmə hissəsinə baxasınız. Aha. Pi vurulsun x sık 1 beraberdir pi böl 4 üste geley pi k. Sonra ise her tarafı pi'ye bölürəm. Aha. Burada 4 aha getdi onlar. Bir də 1 o tərəfə gətirirəm. Bəli. X bərabərdir 4'də 1 üstə gələk k üstə gələk 1. 1 yazaq sonra üstə gəl, üstə gəl. Çünki 4-də 1-lə 1 topla bilirik də. 1 Onun tam x bərabər olacaq 4-də 5. 1 tam 125 üstə gələk Yox, k. 4-də 4 kimi cavablarda necə olacaq? Belə olacaq. Sonra ad dəyişib dəyişməmə hissəsi nə
dərsini biraz yazmalıyam. Ev tapşırıqlarından olan sualları izah edirəm. Aytaç dedim. Bunu kimdən soruşum? Ləman. Deməli, pi vurulsun x üstəgəlliyi bərabərdir. Tangent 1-də pi bölünsün 4 üstəgəlsin pi k. Sonra da oradan pilərə gedir. Sonra da 1 keçirdiriyor tərəfə. Olur nə? 4-də 1 çıxsın 1 üstəgəlsin k. Üstəgəlsin k. Mənfi 4'də 3 üstə mənfi 4-də 1-dən olanda mənfi 4-dən Üstə gəl k. Qada periyoddur. Qoyun ad dəyişib dəyişməməsini özünə yazın, burada yoxdur. Səhv eləməmişəm. Tangent hesabdır. Bəli, tangent hesabdır, kotangent hesabdır. Bir də bizim o aralıqlar verilir. Həmin aralıqda tənin köklərinin tapılması, onu işləməmişik. Onu da işləyək. Bir də biraz daha çətin olan sinus kosinus sualları var. Onu da işləməmişik. Ondan da işləyək. İkindən soruşum, Cabir. De görək. X çarpı bölü 3 bərabərdir. Arqdan 2 üstə gəl. Pi k. X bərabərdir. Bir də cəhət yaxşı adlanmışdıq. Burada da həmin şeyə qayda fikir verir. Ya x əmsalı müsbət olmasın, özən göstərin. X əmsalı müsbət olmasa, qabağa mənfi atırıq. Tangensdə də təkdir deyə mənfi çıxır. Kotangensdə də. Pi bölü 3-ü göndərdik bu tərəfə olacaq. Pi bölü 3 üstə gəl arq. Tangens 2 üstə gəl pi k. Belə də qalır. Bunu kim desin irad edir? X üstəgəl pi bölü 3 bərabərdir. Dördü. Kod 4 üstəgəl pi k. Arq kod kulları. Kod 4 üstəgəl pi k. Pi bölü 3 keçir x bərabərdir. Göndər mənfi olur. Birinci bunu yaz. Mənfi pi bölü 3 üstəgəl arq kod 4 üstəgəl pi k. Üstə gəl pi k. Doğrudur. Ad dəyişib dəyişməməsinə də yazım. Orada yox idi kökdə. Onu təkrar eləmiş olar. Adı dəyişib işarəni fikir verməyən kim idi? İradə. İradə tangens 1 bölü 2 üstə gəl 2x bərabərdir kök 3 bölü 3. 1 bölü kök 3. Buyur qızım. Qayda kitabını ört. Sən şey nə qədər hamı dəyişdi. öyrən. Dəhşət, dəhşət. İkinciləşdirməsin. Yani burada pi bölü 2'ye göre ad değişir. Aha, tam olur nə? Kod. Kod. Aha. Sonra? Kod Ne yazın? 2x. Aha. Sonra 1 bölünsün. Beraber olur 1 bölünsün. Uşaqlar nəyi unutdu? Mənfi, şeydə ikinci rübdə mənfi olur. 90 plus neçənci rüb idi? İkinci rübdə mənfi olur. İkinci rübdə tana baxırsan yoxsa kota? Tamam. Tanım. Tana baxmalı, amma tanla kod 18-də eyni işarə alırdı, amma bəli, özünə verilənə baxmalıyıq. Aha. Alır. Tan, ikinci rübdə tan işarəsi nə idi? Mənfi, bəli. Olacaq onda kotangens 2x bərabərdir mənfi 1 bölü kök 3. 2x bərabərdir de. 2x beraberdir. 1 bölünsün. 1 bölü kök 3 harda olur? Kotangensdə görək. Burada da şey Pi'den çıxır da. Aşağılar fikir verdiniz, birinci kök 3 bölü 3 yazacaqdım. Sən dəyişdin ki, onu bəli, onu bilirsiniz. 1 bölü kök 3, bəli, 1 bölü kök 3, kök 3 bölü 3'dür də. Neçədə alır? 60'da. Yox, 30'da. bilmirəm, sən bilərsən, hansını alacaq? Müsbətin deyirsən, mənfisini Amma- deyirsən. Yox, müsbətin deyirsən, mənfisini. Mənfisini soruşur, amma belə bir müsbətini tapsın ki, sonra mənfisinə. Güzel. Yok, pi'den çıkıyor. Aha, Güzel, pidən güzel çıxır. dağlar. Yoxsa pidən nəyə çıxırıq? Pi'den Yok. Çıxırıq. 150 də olur. Aşağılar pi bölü 120 tane. 120 dolar. pi bölü 3-ü bəli. Pi bölü 3-ü çıxardırıq. Çıxırıq daha doğrusu üstə gəl. Pi k. 120. Aha, 120 120 də üçdə olur. bir çıxırıq. 3'te 2. Bəli, pidən çıxır, birbaşa yaza bilərsiniz 3-də 2. Sonra hər dəfə inirik. 2'ye 2-yə bölünür. bölürük. 2-yə böldük, görün nə qalar. X beraberdir. 3'te pi plus pi k bölünsün 2. Aha, pi k bölünsün 2. İradə dərəcələr yaxşı bilmirsən, qiyməti harda alır, onu bilmirsən, çox şaşırsan. Yox, dərsin əvvəlindən sənə soruşum, o hissəsinə cavab verəmirsən. Ona görə hər dəfə səndən soruşuram da onu. Bunu bayaq kimə xatırlatdım Cavidə? Bir adam səsini çıxartmır. Çünki Cavidə də üzünə bax, bugün 2 dəfə demişəm o qaydanı onu. Desin indi görək. Caviddə ürəyindən keçir yazımdan. 4 3 pi çıx 4x bərabərdir. Mənfi biri harda alır?
Düş və təkrar cavab ver. Kotanges mənfi olduğuna görə pi-dən çıxırıq. 45'ti. Pi çıxılsın pi bölü 4. Aha, o da olur 4'də 3 pi. İşte gələn. Kotangesdə pi çıxır. 5 pi. Bu gün sənə dərsdə 2 dəfə şey elədim, xatırlatdım Cavid. Bayaq döndüm sənə baxdım ki, Cavid, bax burada belə eləyir ya. Nəyə fikir verin dedim. Nəyə fikir vermədin? İkisinin əmsalı. İkisinin əmsalı mənfi 4. Bəli. Mənfisini qabağa atırıq ki, bizdə mənfi 4 x-lə yox, müsbətlə alınsın cavab. Bunu sinusda da, kosinusda da eləmişdik. Tangesdə də olmalıdır. Niyə ki? Amma həmişə elə eləyin. İslam. Ki, Elə qayda olaraq bunlar sayılırsa bu götürür. olur şeydə də olur, sinusda da olur, kosinusda. Sadəcə qapalı Mən olan fərqli cavablar şey var. olmur. Eyni şey olur amma. Eyni şey olur, Aynen. amma siz bunu belə öyrənəndə sinus kosinuslarda yenə eyni cür yazacaqsınız. Mən da. onu mən məsələn eləsəm də işarəni qabağa tutam ki, açsam, dəngə olur da, çaşdıram. Onda cavab səhv alınır da. Yox amma cavab ikisində də düzdür. O da düzdür, amma qapalı sualda biz ikisinin əmsalının müsbət olduğu versiyalar olur qapalılarda. Ona görə biz deyirik ki, elə vərdiş elə, ikisinin əmsalı müsbət olduğuna görə həmişə apar. Yoxsa eyni cavab, yəni bu səhvdirmi? Xeyr. Demək olar mənfi 4x bərabərdir. P-yə, sonra 4 3 4 3 gedəcək olacaq p-ka. X bərabərdir mənfi p-ka böl 4. İndi gəl mənfin qabağa atsaq, olacaq kotangens. Mənfin qabağa atdım, mənfi 1 müsbət 1 edəcəm. 4x çıx. Burada eyni şey almır. Alınır bilər, amma sinus kosinusda eyni şey alınmaya bilir. Çünki qapalı suallarda deməli yazırıq 4x çıx 4'də 3 pi bərabərdir. Biri harda alırdı? Pi böl 4 üstə gəl p-kada düzdürmü? Bunu bu tərəfə göndərdiniz. 4x bərabərdir. 4'də 4 olur ha? 4'də 4 pi. Olur pi üstə gəl p-k. X də bərabərdir. Pi böl heç burada da eyni cavab alınmalı. P-k böl 4. eyni Amma- şey deyil. Əsas olmaz şeylər. Amma cavablarda Elə Yox, fərqli alındı axı. amma fərqli də alına bilər. Eyni də. Məsələn 0-da ola bilər, eyni alınsın. Aynen, Mən bir- xəta bir- bilmirəm. o da şey. Burada indi hansı doğru o da da? şeydir. Zaman buradakı bərfi Birinci günlər qəşəng. bir O da şeydir. Aşağılar x-in əmsalı qapalı olardı, x-in əmsalı müsbət olan Olmaz da versiyası yəni. olur. Bəli, bunu Siz verirlər daha oradan çox. bir yazmışsınız, orada mən bir yazmışım. Kim mənfi Mənfiyə qabağa qabağa Mənfi atır qabağa da. atır. Qabağı tərəfi mənfiyə vurur. Kotanges. Bir dənə kosinusda, bəli, kotangens. İndi mən fərqli cavablar ola bilər ki, Fərqli cavab burada k-ya 1 qoyun, 0 qoyun, mənfi 1 qoyun, görün nə alır. Həmin şeyi burada da qoyun, görəcəksiniz eyni cavablar alınır. hə. Axırda sonuçda eyni cavablar alınır. Amma variantlarda bu olacaq. K-ya 0 qoyun, 0. x oldu 0. K-ya 1 qoysaq, Mən öncə yaddaş onu demişdim. K-ya mənfi 1 qoysanız, müsbət 4. Saxlayın. K-ya 0 qoyun, 2 böl 4. K-ya 1, mənfi 1 qoyun. K-ya mənfi 1 qoysaq 0. K-ya mənfi 1 qoyduq, müsbət 1 qoysanız 4-də Mənfi 5 bir pi, böl mənfi 1 qoyun. Qoyun görəcəksiniz cavabları əslində onun cavabları bunun içərisində olacaq. Eyni alınmır axı. Onun cavabları bunun içində olacaq amma. Olacaq amma eyni alınmır. Məsələn, K-yə 0 qoydum, mən P-yə 1 qoydum. Orada 0 alınır, orada 4 Yox, amma K-ya 0 qoyanda Evet, burada aldığın evet. cavabla burada Evet. aldığın cavab eyni şey olmur. K-ya burada 0 qoysam, burada nə alıramsa, burada K-ya 0 qoyanda həmin şey alınmayacaq. Amma burada alınan cavablarla burada alınan cavablar deyirik. Ola bilər, məsələn, bunun Peki, bütün onun alt aldıqları çoxluğu bunun da üzrə deyil. alt çoxluğu da deyə. Demişdik kiçik olanı götürürük ki, o bütün periodlar orada olsun. Ona görə siz x-in əmsalına müsbət olmağına özən göstərin ki, cavablarınız Nə qədər basic verir. Bu görməyəm, ikisinin əmsalının müsbət olduğu versiyalar varmı? Məsələn, bu testin cavablarında elə cavab odur. Bu görüm, o mənfini qabağa kotangesdə, aha. Başqa şey deyəm. Bəli, bunu bilmirəm. Özü cavabı demişdim ha. Cavabı demişdim ki, cavab. Elə yox qaqa, belə. Ay, düş. Deməli, kotangesdə, tangesədir bu. 4 Ay, tam, qalın. 2x çıx, 2 böl 3. Üstə gəl 3. Tanges, 2 böl 3 çıx, 2x. İkincini düzəldir. Bərabərdir, mənfi kök 3. Tangens beraber. O da tangens. Bəli, burada 2x, x-in əmsalı müsbətdir deyə, əli. X-in əmsalı müsbətdir burada. Burada x-in əmsalı mənfidir. Ona görə buradan tangesdə mənfi atırıq qabağa. Olacaq 4. Tanges 2x çıx pi böl 3. Çıx 3. Tanges 2x çıx pi böl 3. Kimsə rəhmətə gedir.
Eyni şey oldu, hə? Əli, 4 tamdan 3 tam çıxsaq, Tam 1 tam, bəli. 2x çıxı pi bölü 3 bərabərdir. Nədir? Kök 3. 2x çıxı pi bölü 3 bərabərdir. Mənfi kök 3'ü harda alırdıq? Tangенsi pidən çıxmırdıq küsün. 150-də. Kotangенsi pidən çıxırdıq. Tangенsi mənfidə mənfi cavab verir, müsbətə müsbət cavab Onda veririk. mənfi 30. Kök 3'ü harda pi bölü alırdıq? 6 pi bölü Pi 60'da alırdı, pi bölü 3'də alırdı. Mənfisində də mənfi pi bölü 3 olacaq. Mənfi pi bölü 3 üstə gəl pi k. Gülsüm, tangenslə kotangенsi qarışdırmaq gözlərim. Tangensdə mənfisində mənfi yazırıq, müsbətində müsbət yazırıq. Kotangensdə mənfisində pidən çıxırıq. Tangensinin aldığı qiymətlər mənfi 90 və müsbət 90-dan kənara çıxmamalısan. Sən 90-dan daha böyük ədəd deyirsən. Ona görə biz buraya elə cavab verməliyik ki, mənfi 90, müsbət 90 aralığında olmalı. Çünki tangens mənfi kök 3-dür. Deməli, bölücü göndərsəniz o tərəfə gedəcək. Göndərməsəniz də gedəcək. Bəli, pi k x də bərabərdir pi k böl 2. Cavid, çətindir dediyim sual olacaq. İndi asan da oldu. Evə gedəndən sonra çətinləşir. Bəli. Sonra başqa hansı tip tangenslərdə bu qədər yetərlidir. Amma sinus kosinuslardan köklərin araşdırılmasında da qalmışdı bu tip sual. Onu da deyim. Əlbəttə. 100%. Necə istəyirsən hemen. Sinus x bərabərdir 2-də 1. Kestik. Mənfi 4. Axır pis çıxırdı. Mən çox axırı biraz bağlasın da. Yox, amma köklərin araşdırılması İzləmədə qalın. Buna heç deməmişik, Aytəç. Deməli, sin x bərabərdir 2-də 1. Bunu həll edə bilirik. Amma əlavə olaraq deyir ki, bu aralığa düşən köklərini tapın. Əli fikir məndə olsun. Köklərini tapırıq sonra hansı Bəli, aralıqda? hansı aralıqda? Bəli. O k'ya əslində qiymət dedimi qoyun. Əslində k'ya qiyməti burada qoyacaq. Mənfi 1 2-də 1-i harda alırdı? Bəli, vurulsun pi bölü 6 yazdıq. Burada dayanmırıq. Əvvəl burada dayanırdıq. İndi deyir ki, k'ya bildiyimiz k nə idi? Bizim periodlarımızı göstərirdi, hə? Biz irəli də gedə bilirdik, geri də gedə bilirdik. Yəni ona görə k bizim üçün tam ədədlər idi. Yazırdı k daxildir z. Yəni k'ya tam ədədlər düşünülür. Şərt verir ki, bu aralığa düşən köklərini tap. Sən də başlayırsan k'ya tam ədədlər verməyə. K'ya bir dəfə 0 veririk. Tam nə verə bilərəm ki? Tam ədədlər Mənfi 0, 1, mənfi 1, 2, mənfi 2. Nə qədər istəyirsən verə bilirsən. Amma bir məhdudiyyət qoy ki, bu aralıqdan kənara çıxma. K'ya 0 qoysaq, Pi bölü 6 edeyim. x bərabərdir. K'ya 0 qoyduq, hə? Mənfi 1 üstü 0, müsbət 1. Vur, pi bölü 6. K'ya da 0 verdi, oldu 0. 2-də 1 eləyir. Pi bölü 6 bu aralıqda varmı? Var. Bəli, bu bizim bir cavabımız. Yəni pi bölü 6 birinci kökümüz tapdıq. Keçdik, indi k'ya 1 yazırıq. İkinci kökümüzü axtarırıq ki, bu aralıqda. Bəli, bu biraz Mənfi uzun pi demə. bölü 6 çıx pi k. Trangirin elektronun birinci sualı idi bu. Blokda. Blokda köklərinin bu şərti, bu aralığa düşən köklərin cəmini soruşmuşdu. Deyəsən ya da sayını soruşmuşdu. 2020 Yerinə qoyuruq. Kaları yerinə qoyursan, alan cavabları neçə ədəd varsa onun sayını tapırsan. Deməli, bu 2024-ün ikinci qrupun blokunun Turan hansı variantı edir? Birinci sualı Mənfi qoydu. 1,7-də Birinci biraz belə 1,7-də həyəcan bastı mənə ki, bəs bu kalar diqqətli olmalarında qoy bütün saylarını tapmağa deyir. Bir dəfə elədim deyir, arxayın olmadım. Elə bildim ki, cavab səhv alıb, təzədən saxladım, təzədən bir də qayıtdım. OTQ-da da bir dənə sual düşmüşdü, həmin ilisi, yenə bu köklərin araşdırması, amma bloka düşmüşdü. Deməli, onlar cavabı 7 vermişdi. Biz səriyində 11 dənə kök tapmışdıq. 11 dənə kök. Sonra dedim gözlə, əgər şey olmasa, sən gelib gəlir, sonra düzəltdilər. 11 dənə kök özdə də bəlkə də heç fərqinə varmamışdı, ya da çapda nəsə səhv etmişdi. Çünki 11 dənə kökün imtihanda tapılması, eyni bu da, kağaya qiymət qoyub köklərini tapırdıq. Çünki ola bilir ki, eyni ədədin həm müsbət həm mənfi ödəsin, həm müsbət həm mənfi ödəsin, bir neçə ədəd olsun. Amma müsbəti ödəyirsə ola bilər, mənfi ödəməyə də bilər. Yəni alın cavab. Tam ki 2-ni ödəmir, amma tam ki mənfi 3-ə də mənfi 4 ödəyir. Ya da ki yox, 2 ödəmirsə çox olursa 3 ondan da çox olacaq. Ona görə gördük 2 ödəmirsə daha 3-ə baxmırıq. Bunu bir də baxaq. K'ya 1 versə, yəni k'ya 1 verir, olur mənfi 1, k 1-dir. Olur mənfi 1, vurulsun pi bölü 6, yəni mənfi bölü 6. Üstə gəl, k'ya 1 verdi, üstə gəl 1. 1-i də 6-da 6 yaza bilərik. 6-da 6 ilə mənfi 6-da 1, müsbət 6-da 5, mənfi 6-da 5 pi bu aralığa daxil edilmir, bəli. Çünki 6-da 6 pi sayılır da bu, bəli, bu aralığa düşür. Ona görə bunu da saydıq. 2 kök. 150 idi. 1-i verdi, indi keçirik mənfi 1-i verməyə.
həmləmsə müsbətli x bərabərdir. Mənfi 1 verək. Elə mənfi pi bölü Mənfi 1 6. üstü, mənfi 1. Bizə yenə mənfi 1 verir, hə? Mənfi 1 vurulsun pi bölü 6. Kaya mənfi 1 verir. Çıx pi. Çıx pi. O düşmür. Mən 6-da 7 pi. Bu düşmədi. Əgər mənfi 1-i qoyanda ödəmirsə, da mənfi 2 qoymağa gərək yoxdur. Bu ödəməzsə, bu heç ödəməyəcək. Ona görə də mənfi 2-ni qoymayacaq, amma müsbət 1 ödəmişdi deyə. Ona görə 2-yə 2 də ödəmir, baxacaq. ha. Çox eləyir. Mənfi 1 üstü 2, müsbət Pi bölü 6 fiqə çıxır. Çox 1 eləyir. bölü 6 bəli üstə gəl. 6 10 2 olur. ilə artanda bəli düşmür. Buna da baxmaq. Ona görə 2 dənə kökümüz oldu. Bu köklərin sayını istəyirsə 2-dən, köklərin cəmini istəyirsə toplayacağıq. Cəhət başa düşdüyümdə daha çox bloka düşür. Buraxılışa çünki vaxt aparır deyim. Ona görə bunu bloka sallar. Buyurun, indi birinci sözünüz yazın. Deməli, Əli. Ay Əli. Bu nə idi? Burada səndən Nə kanun qəşəng istəmir. idi. Ay Ömər imkan ver də. Əli, bizdən Kaya nə yazacağımızı soruşmur. Ömər Deyir ki, x hansı qiymətləri alır? Təliyin kökü x-dir. X hansı qiymətləri alır ki, bu kökə, bu aralığa daxil olsun. Sən də deyirsən ki, plus minus bir dəfə yazırdıq. Cavab çünki ayrı-ayrı 2 dəfə həm müsbət həm mənfisi verilmirdi deyə plus minus bir arada yazırdıq. Amma Kaya qiymət qoyanda müsbətinə ayrı baxırıq, mənfisinə ayrı baxırıq. Ola bilər ki, elə bir k olsun ki, məsələn, bura müsbət 1 qoyanda buranı ödəsin, amma buranı ödəməsin və ya tərsinə. Ona görə k 1 qoyanda bu ödənmirsə, gətirib bunu da qoymuramı, qoyuruq. Yəni burada ayrı cavab alınır, burada ayrı cavab alınır. K-ya 0 qoydunuz, bu oldu müsbət 6-da 5, bu oldu mənfi 6-da 5, düzmü? İkisi də daxildir bu aralığa. Ona görə tənin 2 kökün ikisinə götürdük. K-ya 1 yazsaq, K-ya 1 yazsaq, 2 pi üstəgəl 6-da 5 pi olur. O da bu pini aşır deyə artıq buradakı K-ya 1 qoyduğumuz ədəd ödəmir. Keçirik K-ya 1 burada qoyuruq. Yəni bunu ödəmirsə, bunu da 100% ödəməyəcək, yox qoyuruq. Görürük, ödəyirmi, ödəmirmi? Həymə. Tam ki, mən sıfırda mənfi də ödədim, müsbət də ödədim. Deyilir, məsələn, içdən ikisinin nə qədər kökü var da. İkisini 2 dəfə İkisini sayıram. götürürük, bəli. Ayrı-ayrı cavablar alırsa, bəli, eyni cavab alırsa onu bir dəfə saya bilirsən. Məsələn, burada da qoydum, burada da qoydum, eyni cavabı aldım, onu bir dəfə yazırsan ki, həmin bir dənə kökdür. Deməli, burada da ödəmədi, burada da ödəmədi, hə, K1. Bir ödəmədirsə, 2-ni heç yoxlamırıq. Keçirik mənfi 1-ə. Kaya mənfi 1 qoyduq, bəli, bu da mənfi pi-dən daha kiçik ədəd alınır deyə bu da ödəmir. Bunu da qoyduq, bu da daha kiçik ədəd alacaq, Kaya mənfi 1 qoymuşduq, hə? Onu Bu da daha tapdım kiçik, mən. bəli, heç biri ödəməzsə, mənfi 1 ödəməzsə, heç mənfi 2-ni də daha yoxlamaq gərək yoxdur. Ona görə 2 dənə kök olacaq, o da bir budur, bir də budur. Keçin bu birisinə. Mən bir dənə baxınca Yazı gündüz zaman. yazdım. Bir dənə baxınca gündüz yazdım. Sıfır mənfi 1 aldım. Mənfi bir mənfi deyik. Yazı Sıfır neçə dörd. aldın? Belə bir şey Burada aldım. cavab neçə aldın? Nədə? X axtarsın. Müəllimə. Pi bölü 4, bir dənə kök var, o da Pi bölü 4, mənfi pi bölü 4. X bərabərdir, biri harda alırdı? Pi bölü 4 alır da. Ya pi, mənfi müsbət yox idi ki? Yox, müsbətində müsbət yazırdıq, mənfisində mənfi yazırdıq. Kaya qiymət qoydunuz, Kaya 0 Bir qoysaq, dənə sıfır olur. Pi bölü 4 olur. Pi bölü 4 bu aralıqda var mı? Olur, Bəli, olur. mənfi Dedik ki, bir dənə kök 3 alırıq, pi bölü 4 olurdu. Kaya müsbət 1 qoyun, pi üstəgəl Mənfi pi bir bölü qoyanda olur 4. ki. Olacaq pi 4-də 4 deyil, 4-də 4-dən 4-də 1-i toplayırıq, 4-də 5 pi. 4-də 5 pi, 6-da 5 pi. Mənfi bir olmuyor. Burada mənfidir. Arasına daxildir. 335 edir. Bəli, bu məxrəci daha böyük deyil, bu kiçikdir, bu ondan böyükdür. Ona görə bu kökü götürmürük, Kaya 1 qoyduq, ödəmir, bəs Kaya mənfi 1. Bir ödəmizə Mənfi üçün bir artıq ödəmir. mənfi 1 qoysaq. Zaten ödəyir. Baxaq görək, ödəyirmi, ödəmir? Pi bölü 4-dən çıxırıq pi-yi. Pi-yi də 4-də 4 yazırıq. Mənfi 4-də 4, mənfi 4-də 3. Mənfi 4-də 3 pi. Mənfi pi bölü 2-dən böyükdürmü, Ay, kiçikdirmi? ödəmir. Böyükdürsə ödəyir, kiçikdirsə Yaxşı ödəmir. yaxşı Bu qutardı. 4-dür deyə, bunu 4-ə Yox, gətirək. bu digər qoyaq. Mənfi 4-də 2, bu da mənfi 4-də 3, ondan. Bir səs seçim. Ödəs. Kas olanda. Aha. Kaç 0 olanda pi bölü 4 olur. O da bir dənə kök orada. Ha, yenə düz tapmışıq zaten. İnanmırsan sən. Sonra keçirik Qalacaqmı sən? birisinə. Nerede kesiliyor tepesiniz? Bəli, sin x-i bu tərəfə göndərdik, oldu. Sin x. Sinusun 2x göstərir. Sin 2x bərabərdir 1-ə. 2x 2x bərabərdir pi bölünsün 2 üstə gəlir 2 pi k. Hər tərəfə 2-yə 2 dənə cavab var da məncə 45 mənfi 35 uşaq səhvləmir. Buyurun, Kaya qiymətlər qoyun. Mən sıfırdan mənfi 1 0 ödəyir qoysa da. pi bölü 4 ödəyir. Mənfi 1 qoysanız, mənfi 4-də 3 Mənfi pul 135. ödəyir. Müsbət 1 çox olur, mənfi 1-də az olur. Mənfi bir nəsə. Nətə mənfi 1 ödəyir də yəni. Ödəyir. Ödəyir, ödəyir, Mənfi da 1 ödəyir. qoysa olur, mənfi 4-də 4 pi ilə
Mənfi müsbət pi bölü 4 olur. Mənfi 4-də 3 pi, hə ödəyir. Mənfi 4-də 4-dən daha irəlidə yerləşir. Ölüm qalım məsələsi idi, yaxşı şərli oldu da. Buna da baxın uşaqlar. Nə da? Bilmirəm ki, baxın, yaxşı. Asansör koski 2x şeydi. Asansör. Cos Cos 2 60 bərabərdir Cos mənfi kvadrat çıx sin kvadratın yerinə yazdınız. Cos 2x. Cos Üstə gəl 60. X üstə gəl 30-un 2 qatı, bəli, bunu 2-yə vuracaqsınız. Bərabərdir mənfi 1. Olacaq kosinus 2x üstə gəl 60. Ama pi bölü Bərabərdir sıfır. mənfi 1. bölü 180 270 arası istəyirəm uşaqlar, yadınıza saxlayın. 180 270. Bizə gəlsin. 2x üstə gəl 60 bərabərdir. Mənfi 1 kosinus harda olur? Aynen Bəli. 60'a pi bölü sıfır. Əli, Niyə? mənfi 1 harda olur? Kim? Kim mən? İki getdi. Mənfi 1 kim? Sağlıq da mənfi 1 gəlmir. Sual nə deyir? Mən Mənfi sənə bir dedim, pi. hər şey yadından çıxdı. Səhv başa düşdüm. Yerine koydu pi harda olacaq? olacaq? Əlimdə Pi deyil üstə Allah. gəl 2 pikadır. Hə də pi üstə 2 pikadır. Bir şey eləmir çox da. Hayır, xalan yesə gəlmirdi bala. Yox. Axınıza alsın cəblə. Axınıza mənim ad günümdür cəblə. Sentyabrın 4. Bir sabah sən gələcək. Əli getdi elə, hə? Bizə, hə? Xalan da gələcək. Yox, gəlmirlər. Nəysə. Mən onu gördüm soğuram delə. Hə, de. Mənfi 1-i harda alır de. Vallahi qadının istəyir. Mənfi Mənfi 1 pi. koşsunuz. Kosinus. Pi üstə gəl 2 pi. Bəli, üstə gəl. 180 yox da 270 qalır. 180. Sa pi-ni 180 yazaq. 180 Dərəcə nə yazaq? Burada 180 dərəcə ilə deyək. Ya da bunu pi şeylə yazın. Pi ilə yazın. 2 üstə gəl 60-ı pi bölü 3 yazaq. Göndərək bu tərəfdə pi bölü 3. Üstə gəl 2 pi k. 2x bərabərdir. Bu 3-də 3 yazırıq. 3-dən 3-də 1 çıxır, 3-də 2. Pi, üstə gəl 2 pi k. Hər tərəfi 2-yə bölsək. 2 bölü 6 yox, Pi bölü 3 elə. Pi bölü 3 üstə gəl pi k. Buyurun. Kaya qiymət qoyaq, baralda düşənləri tapırıq. Çox asan. Və ondan sonra bəli asandır. Çox asan. Böyüdən asan.